وقل جاء الحق وزهق الباطل إن الباطل كان زهوقا. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا وسيدنا محمد وعلى آله وصحبه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Muhterem Müslümanlar, biz Şeyhülislam İbn Teymiyye Rahimahullah'ın Minhacü Sünnetin Nebaviyye Rafizləri Rəddiyə adlı kitabını Azərbaycan dilində tərcüməsini və şərhini qısa şəkildə sizlərlə oxuyub paylaşmaqda davam edirik və 5-ci hissədə qalmışdıq. Rafizilərin bəzi axmaqlıqları, yəni bəzi ağlalmaz işləri orada qalmışdı. Şeyhülislam İbn Teymiyye Rahimahullah devam edir, deyir ki, bəzuhum qərrafizəti kəsirun ciddən. Deyir, həqiqətən rafizlərdə axmaqlıqlar çoxdur. فَمِنْهُمْ مَنْ لَا يَشْرَبُ مِنَ النَّهْرِ الَّذِي حَفَرَهُ يَزِيدُ وَمَا ذَلِكَ فَرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَصْحَابَهُ كَانُوا يَشْرَبُونَ مِنَ الْأَبْعَارِ وَالْأَنْحَارِ الَّتِي حَفَرَهَا الْكُفَّارُ. Deyir ki, rafizilər bir çoxu Yezidin qazdırdığı kanaldan su içmirlər. Halbuki Peyğəmbər sallallahu aleyhi və səlləm və sahabələri kafirlərin qazdığı quyulardan və kanallardan içirdilər su. Yəni o hallar yaşanıb. Amma rafizlər sanki Peyğəmbərdən aleyhissalatu vesselam daha əfsəldilər. Nəuzubillah, haşa, bu cür şeylər edirlər. Bu axmaqlıqdır. Sonra şeyx devam edir və deyir ki, وَمِنْهُمْ مَنْ لَا يَقُولُ تُتْعَ الشَّامَ أَوَ الْخَلْقَ وَمَعْلُومٌ أَنَّ النَّبِيَّ صلى الله عليه وسلم وأصحابه أقول الجبن الذي صنع أهل الكفار ولبعثوا ثيابا التي نساجها الكفار بل كانت ثيابهم في الغالب مما نساجها الكفار. Və şeyx deyir ki, devam edir, deyir, bəziləri şam tutunu və ya xolxəni yemirlər, Şama aid məhsullardır. Halbuki Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələri kafirlərin hazırladığı pendirdən yeyiblər, yemişdilər vaxtı ilə. Peyğəmbər və sahabələr kafirlərin toxuduğu paltarlardan geyiniblər. Olub belə hadisələr, onlarla alışveriş ediblər. Peyğəmbər sallallahu aleyhi və səlləm yahudilərə bəzi əşyaları əmanət edirdi. Rafizilər özlərini ondan sallallahu aleyhi və səlləmdən və sahabələrindən üstün tutur. Bu deməkdir yəni. Sən onun etdiyini etmirsən, o kafirlərdən söhbət gedir hətta. Amma Yezid kafir değildi, yəni böyük günah sahibi idi. Amma dindən çıxmamışdı hətta. Amma bunlar yazıqlar olsun ki, belə edirlər. Sonra davamında nə deyir? Sonra davamında şeyx deyir ki, وَمِنْ جَحَالَتِهِمْ عَنَّهُمْ يَتَسَمُّعُونَ مِنْ لَفْزِ أَشَرَةٍ فلا يبنون بيوتهم على أشارة عمدات ولا أشارة أخشاب للبغزهم لأفضال الصحابة أبو بكر عمر عثمان طلحة زبير سعد بن أبي وقاص سعد بن زيد عبد الرحمن بن عوف وأبو عبيدة ابن الجراح رضي الله عنهم أجمعين ويستثنون عليا رضي الله عنه. Şeyh devam edir, deyir ki, onlar rafizlərin bəzi axmaqlıqlarından biri də budur ki, 10 rəqəmindən, sözündən, yəni 10-luq hesabdan qorxurlar, çəkinirlər, bəd olduğuna etiqad edirlər. Yəni buna görə hətta evlərin 10 sütun, 10 dirək üzərində tikmirdilər. İndi çox ona baxan yoxdur. O vaxtı daha qatı idi, tikmirdilər. Səbəb də budur ki, bu Abu Bakr, Ömər, Osman, Talha, Zübeyir, Sa'd ibn Abi Waqqas, Sa'd ibn Zeyd, Abdurrahman ibn Avf və Əbu Ubeyd ibn Cərrah radiyallahu anhum, Allah hər birindən razı olsun. Bunlar kimi ən fəzilətli səhabələrə əli istisna olmaqla onu çıxardıblar, buğz etmələrindən irəli gəlir. Yəni əldən başqa bu qalan 10 nəfərə, 9-10 nəfərə buğz edirlər. Ona görə 10 rəqəmi ilə heç bir şey etmirdilər. Batil inanc. Gör onlara necə pis göstərilib ki, bu adamlar onu batil inanc halına gətirdilər və 10-luq sistemdə heç bir şey etmirdilər. Bu biabırçılıqdır, həqiqətən. Sonra şeyx devam edir və deyir ki, və yəbğuzunə kəzəlikə əs-səbiqunəl-əvvəlinə minəl-muhacirinə vəl-ansar ayəni oxuyur. Əl-ləzinə bəyə'u təhtəş-şəcərə və kənu alfən və ərbə'ə
mi'atan və qad əxbərallahu Teala ənəhu radiyə anhum. Və nə deyir? Onlar həmçinin İslam'a ilk daxil olan və Peyğəmbərin sallallahu aleyhi və səlləm ağac altında beyət edən Peyğəmbərə mühacir və ənsara da buğz edirlər. Halbuki Allah onlar barəsində ayədə belə buyurur. Şeyx Rahiməhullah ayələri oxuyur. Fəth surəsi 18-ci ayə. Bismillahirrahmanirrahim. Laqad radiyallahu anil mu'minina iz yubayi'unaka tahta's-şecerat fa'alima ma fi qulubihim fa'anzala's-sakinata alayhim və asabahum fadhan qariba. Nə deyir Allah Azza və Cəllə deyir? And olsun ki, ağacın altında sənə beyət edənlər, gör kimlərdən söhbət gedir. Orada 1400-dən çox sahabə var idi. Racih, səhih gələn rəvayətdə belə gəlib. 20.000 deyən də var, amma əsas budur. Deyir, and olsun ki, ağacın altında sənə beyət etdikləri zaman Allah iman edənlərdən razı oldu. Allah onlardan razıdır, rafizlər narazıdır. Demək, rafizlərlə Allahın dininin arasında bir məsafə var. Onlar dindən, ümmətdən deyil bir çoxu. Gör nə deyir davamında? Diqqət edin buraya. Yubayi'unaka tahta's-şecerati fa'alima ma fi qulubihim. Allah onların qəlblərində olanı bildi. Qəlblərində olanı bildi. Fa'anzala's-sakinata alayhim. Onların qəlblərinə sükunət nazil etdi, sakitlik, rahatlıq. Və əsəbəhum fəthan qaribə. Və onlara yaxın bir, böyük bir fəth nəsib etdi. Qəlblərində olanı bildi və onları bağışladı və onlara sükunət nazil etdi və onları fəthlə müjdələdi. Bu qədər müjdə verir Allah onlara. Bunlar deyir, yox, onlar buğz əhlidir. Sonra Şeyx Rahiməhullah digər bir ayəni oxuyur. O da Tövbə surəsi 100-cü ayədə. Diqqət edin, orada da Allah eyni ləfzdə, eyni mənada bir-birinə bənzər söz işlədir. Yəni ayədə nə deyir? Deyir, Bismillahirrahmanirrahim. وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُحَاجِرِينَ وَالْأَنْصَارِ. Ayə burada dayanır. وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُحَاجِرِينَ وَالْأَنْصَارِ. Nə deyir burada? Muhacirlərdən və ənsardan. Öndə gələnlər. Və yaxşılıqda onları izləyənlər. İndi davamına baxın. وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُحَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ. Və yaxşılıqda, ehsanda onlara ittiba edənlər, onları izləyənlər. Radiyallahu anhum və radu anh. Allah onlardan razı oldu, onlar da Allahdan. Subhanallah. Və a'addə ləhum cənnatin təcri təhtəhəl ənhəru xalidinə fiyhə abədən. Və Allah onlara içlərində əbədi qalacaqları, gözəl bağlar və bağçalar, sular dolu cənnəti nəsib etdi. Sonra davamında nə deyir? Zəlikəl fəvzül azim. Həqiqətən bu əzəmətli bir sonluqdur. Böyük bir sonluqdur, gözəl bir sonluqdur. Allah onları bu sonluqla müjdəliyir və bununla bizə bildirir ki, onlar haqqında onlardan Allah razıdır və onlara Allah bunları nəsib edib. Sən kimsən narazı olursan və ya mən kiməm və ya o başqası kimdir? Bu dindir, bu Allahdır, Rasuldur sallallahu aleyhi və səlləm və onun dostlarıdır, dinin yardımcılarıdır. Bugün yerindən qalxan, din uğrunda heç bir şey etməyən, mən özümü Əliyə nisbət edirəm, Əlinin tarafdarıyam deyib, amma Əlinin etdiklərinin %1'ini etməyən, qalxır, digərlərini xətalı adlandırır, digərlərində səhv tutur, onları pis adlandırır. Halbuki özü pisdir, pislikdir. Çünki onun bu dində bir dənə qoyub gedəcəyi əməyi, əziyyəti yoxdur və dində bir başarısı yoxdur. Sonra Şeyx Rahiməhullah davam edir və deyir ki, və fi sahih Muslim, ən Cabir radiyallahu anhu, ənə uləmə Hatibin qal, Vallahi la yədxul ənə Hatibun nar, fəqalə Nəbiyyü sallallahu aleyhi və səlləm, kəzzəbdə innəhu min əhli Bədrin vəl-Xudeybiyyə. Və nə deyir? Deyir ki, Cabir ibn Abdullah radiyallahu anh rəvayət edir ki, Xatibin köləsi dedi, Vallahi Xatib mütləq cəhənnəmə girəcək Xatib. Peyğəmbər sallallahu aleyhi və səlləm isə buyurdu, yalan dedin, o Bədir və Xudeybiyyə əhlindəndir.
Bədir və Hudeybiyyə. Qısa şərhinə toxunsaq, nə deyilir bu mətndə? Yəni bu mətn sələfi alimlərindən İbn Teymiyyə rahimehullaha görə rafizlərin axmaqlıqlarını və səhv inancını göstərir. Hədəf səhabə və Allahın razı olduğu erkən müsəlmanlara qarşı nifrət etmələri, əvvəl iman gətirənlərə qarşı düşmənçilik etmələri, Allahın və Rasulunun dostlarına qarşı buğz etmələri. Sonra görürük ki, burada Peyğəmbər sallallahu aleyhi və səlləm düzgün insanları tanıyır və haqqı qoruyur. Nəinki onları pis adlandırmaq, xeyr, əksinə onları xeyirli kəslər olaraq adlandırır. O düz insanları, o Allahın və Rasulunun dostlarını və onları cənnətlə müjdələyir. Və deyir, Allah onlara içlərində əbədi qalacaqları bir cənnət nəsib etmişdir. Bax, bu onlar üçün fawzul azimdir. Əzəmətli bir sonluqdur, qələbədir. Yəni, qardaşlar, görürsünüz, açıq aydın, əlhamdülillah, Şeyx rahimehullah çox gözəl şəkildə ayələrlə Quran və sünnə ilə izah edir. Özündən heç bir şey artırmadan Quran və sünnə və Quran və sünnəyə dayanan bir şərh ilə. Yəni, öz nəfsindən heç nə artırmır. Orada bir ad yazılsın, Şeyx başqa bir ad orada qoşsun və ya oradakı mətnə Şeyx özü də bir mətn artırsın. Mən də belə deyirəm, yox. Nə deyir? Deyir, mənim dediklərimə baxın, Quran və sünnəyə dayanır. Və məndən əvvəlki salihlərin dediyi sözlərə dayanır. Dayanır mı? Baxırıq ki, həqiqətən dayanır. Və buradan rafizlərə bir sual vermək istəyirik. Daha doğrusu bir sual verirəm. Ey rafizlər, deyirsiniz ki, Allah Rasulunun səhabələri hamısı cəhənnəmli oldu, kafir oldu, fasik oldu, 4-5 nəfərdən başqa. Yəni, bu ağla sığmaz bir sözü ifadə edirsiniz, işlədirsiniz. Mən də sizə bir sual verirəm. Allah Rasulunun dostları kafir oldusa, fasik oldusa, Muaviyyə, Əbu Bakır, Ömər, Osman, digərləri sahabələr, bunlar fasik oldularsa, günahkar oldularsa, Rasulullahdan sonra dindən çıxdılarsa, sizin dediyiniz kimi, o zaman Rasulullahın verdiyi tərbiyə nə oldu? Verdiyi mərifət nə oldu? Öyrətdiyi din, əqidə nə oldu? Yəni, Rasulullah bu qədər acizdir. O dini doğru öyrədə bilmir, əxlaqı öyrədə bilmir və onun ardınca onun öyrətdikləri dindən çıxır. Siz burada Peyğəmbəri, Allahın elçisini zəif göstərirsiniz. Haşa, amma belə deyil. Nə Quran bunu demir, nə də səhih hədislər bunu demir. İndi mən sizə sual verirəm. Əgər Peyğəmbərin dostları dediyimiz, ona iman gətirənlər dediyimiz bu adamlar ondan sonra azdılarsa və Peyğəmbər onlara doğru tərbiyə edə bilməyibsə, onlara düzgün şəkildə dini öyrətməyibsə, biz kimə ittiba edirik? Biz necə belə bir Peyğəmbərə ittiba edək? Öz dostlarına öyrədə bilmir heç nəyi. Öz dostları özündən sonra azır. Yanında olanlar ondan sonra azır gedir. Belə bir Peyğəmbərə tabi olunar? Belə bir Peyğəmbərə itaat edilər? Tabi olunar? Yox. Təbii ki, sizin düşündüyünüz, sizin insanlara göstərdiyiniz Peyğəmbər nə Quran və sünnənin dediyi Peyğəmbər deyil, nə də göstərdiyiniz, bildirdiyiniz o Ali radiyallahu anhu, sünnədə, səhih hədislərdə gələn güclü, böyük şəxsiyyət, təqiyyə etməyən Əli deyil. Siz Əlini də, Peyğəmbəri də aciz göstərirsiniz. Əlini başqa bir mənada aciz göstərirsiniz. Güya ki, Ömər gəldi, qapını qırdı. Daha doğrusu, Fatimə qapını açır, Əli oturur evdə. Sonra Ömər Fatiməni vurur. Əli də neyinir? Əli də oturub tamaşa eləyir. Haradadır? Belə Əli yoxdur. Bu sizin uydurduğunuzdur. Bilərək və ya bilməyərək aciz göstərirsiniz. Və Xeybərdə 2 barmağı ilə qapını qaldıran Əli nə oldu? Nə oldu Əliyə? Bura gələndə belə oldu. Siz öz batil fikirlərinizi yaymaq üçün bu yollara ətırsınız. Bax bu yollara. Bax bu cür bərbad yollara. Amma Allah onlardan razıdır. Allah bizləri onlarla qonşu etsin. Allah onlardan razıdır. Onlar da Allahdan razıdır. Elhamdülillah. Allah sizləri hidayət etsin. Bizləri də bu yolda sabit etsin. Allah Qurandan, sünnədən, Əhl-i Beytdən, o yoldan, sələfin yolundan, sahabələrin yolundan, salihlərin yolundan ayrı salmasın. Allah bizləri eşidib faydalananlardan etsin. Bugünlük bu qədər. Davam edəcəyik Allahın izni ilə. Nəstəğfiruhu və nətubu ileyh. Vəlhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləm alə nəbiyyina və habibina Muhammed.